Hər vaxtınız xeyir olsun dəyərli dostlar. Hər birini salamlayıram. Belə bir məsələ ilə qarşı-qarşıyayıq. Gəlin görək burada nə istəyir, necə həll etmək olar. Deyir ki, sıxlıqları mayenin sıxlığından kiçik olan 3 eyni həcmli kürə iplə qabın dibinə bağlanmışdır. Kürələrin kütlələri bu formada olarsa, gəlmələri müqayisə edin. Fikir verirəm, şagirdlər mənə izah verəndə deyirlər, müəllim, kim daha çox ağırdısa, ip orada az gəlirlər. Düzdür. Yəni dediyimdə yanlışlıq yoxdur. Lakin gəlin bunu daha da dərindən öyrənək. Çünki sabah bizə cavabınızı əsaslandırın tipli sual düşsə, biz nə yazacağıq? Kim daha ağırdısa, yaxşı çıxmaz da. İndi gəlin bu cisimlərdən bir dənəsini götürək. Məsələn bunu götürək. Bax bu kürəni götürək. İplə bağlamışam bura. Cismi kim dartır aşağıya? Olmazsa olmazımız mg. Ağırlıq qüvvəsi. mg. İp gəlir, gəlmə bax bu istiqamətdə yönəlir. Düzdür? Deməli T də var burada. Gəlmə. Bir də onlara gəl yuxarı gedək deyən Arximet qüvvəsi. Arximet qüvvəsi. Bir söz axtarıram. Bağlanmışdır. Yəni sistem tarazlıqda da ip qırılmır, cisimlər aşağıya düşmür. O zaman bu cismi yuxarıya çəkən qüvvələrlə aşağıya çəkən qüvvələr bir-birini tarazlaşdırırlar. Yəni aşağıya çəkən qüvvələr T ilə mg'nin cəmi yuxarıya çəkən Arximet qüvvəsinə bərabər olmalıdırlar. İndi deyir ki, 3 eyni həcmli kürə. Həcm nə deməkdir? Həcmləri eynidir nə deməkdir uşaqlar? O deməkdir ki, hər birinə təsir edən Arximet qüvvələri eynidir. Çünki Rho-maye, J, V cisim və yaxud da V batan. Bunun yerinə Rho-maye, istəyirsiniz kənardan yazaq. Kənardan yazaq, Allah xoş etsin. Burada yazaq. F Arximet nəyə bərabərdir? Rho-maye, J, V cisim. Bütün həcm hardadır? Suyun içindədir. Bu əslində artıq dediyim bir şeydir. Fikir verin, rollar eynidir. Mayenin sıxlığı. J və batan hissələrin həcmi də eynidir. Eyni həcmli kürə. Deməli, Arximet qüvvəsi nədir? Sabitdir, sabit. O zaman belə çıxır ki, harda kütlə çoxdursa, orada gərilmə az olmalıdır. Məntiqlə. Artıq mən rahat bir şəkildə müqayisəni apara bilərəm. Kütləsi çoxlarının gərilməsi azdır. Yazaram. M1, M2, M3 belə deyilmi? Yazaram T1, T2, T3. İşarəni də tərsinə dəyişirəm. Var belə söhbət? Geçəm. C variantı cavabdır. Belə dəyərli dostlar, görürsünüz ki, əslində bizə çətin kimi görsənən suallar heç də çətin deyil. Əslində qüvvələr təsvir eləməklə bu sualın həllini rahat bir şəkildə əldə etmək mümkündür. Sağ olun, salamat qalın.